Ümumiyyətlə belə bir anlayış var ki, psixiatriyada ki, hər simptom, hər sıxıntı insanın edə biləcəyi ən yaxşı şeydir. Yəni bir insan bir vəfat qarşısında depressiyaya girirsə, ruhsal strukturunun tapa bildiyi ən yaxşı həll odur. Amma bu ən yaxşı həll hər zaman ən effektiv olmaya bilər. İntihar da buna daxildir də, yəni bir insan problemləri qarşısında o qədər aciz, çarəsiz, yetərsiz, ümidsiz hiss edə bilər ki, ən doğru yolun intihar olduğunu düşünürlər. Amma bu demək deyil ki, o doğrudur. Həmin şəraitdə kənar müdaxilələr şərtdir. Ona görə biz belə şəraitlərdə, xüsusilə travmalarda, xüsusilə bu intihar vəziyyətlərində məcburi xəstəxanaya yatış, məcburi müalicə təklif edirik ki, bu ruh halı keçəndən sonra o hələn doğru həll kimi görünmür. Artıq kənara dönüb baxanda deyir ki, bu qədər ildir bunu niyə icazə vermişəm? Hətta gülərək baxırız keçmişinə ki, biraz istəyəsən ki, buna necə icazə vermişəm? Çünki bu məntiqli deyilmiş. Dolayısıyla bu vəziyyətlər arasında bir fərqlilik qoymaq lazımdır. Amma deyək ki, hamıya fədakarlıq edir, uşağına fədakarlıq, qohuma fədakarlıq, hər gələnə belə böyük xidmətlər edir. Harda kimin əksiyi var, xəstəxana işi var, gedir onunla maraqlanır və bundan zövq alır. Biraz şikayət edir, amma eləməyə də davam edir. Bu qəbul edilən bir qurban psixologiyasıdır ki, özünə hörmət qazanır, başqalarına faydalı olur, amma biraz da əziyyət çəkir. Biraz onun şiddətini azaldırılır. Onu tamamən dəyişib başqa insana çevirmək, yönləndirmək də doğru olmaz. Ümumiyyətlə